Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Dəyərli Xəzər Futbol Liqasının izləyiciləri, 13-cü sezonda qrup oyunları oynanılır. Xudafərin, Cəbrayıl və Lənkəran komandaları üzləşir. Hər iki komanda biz uğurlar arzu edirik, güclü olan qalib olsun dedik. Maraqlı və məhsuldar bir oyun şahid olacaq meydandan sağ tərəfdə, Göyçəyində. Biz Lənkəranı sol tərəfdə. Ağ geyimdə isə Xudafərini görük. Zörab Bayramov. Zörab Natiqlə oynadı. Amin Ağayev. Xudafərin Cəbrayılın kapitanı Əli Hüseynov Natiqlə oynadı. Aleyküm salam, xoş gördük. Bilgələr hər birinizi. Mirsalam Abbaszadə, Lənkəran kapitanı out yerinə yetirir. Tırmək komandalaşını orada keçmədi. Çox sağ olun, yaxşı olun hər zaman, minnətlər var olun. Bir daha xoş gördük hər birinizi. Var olun. Reklamımızı beğenenler sizlerden minnətlər var olun. Aşağıda adlarınızı görəm. Və suallarınız olursa da çəkinmədən yaza bilərsiniz. İlk dəqiqələr bir qədər sakit mənzərədə təmkinli mübarizə keçir. Odur ki, imkanımız olacaq sizin suallarınızı cavablandırmağa. Məhəmməd Əlizadə eləməsinə imkan verilmir. Elvin Xəlilov top meydanı tərk etməyib. Əli Hüseynov Zörabla oynadı Bayramov. Elvin, Əli Hüseynov, Zörab, orada Mail Ağayevdən bir müdaxilə gəlir. Korner izləyəcək. Zörab, Əli Hüseynov komandanın ən gənc üzvüdür. Çəl ki, meydandakı ən gənc üzvüdür, məhz odur. Ən gənc oyuncu. Topladı, orada Mail rəqibini təqib edir Əli. Bir qədər geri qayıdır, Elmin Xəlilov. Natiqə bıraq topu, Natiq Məmmədov. Amin Ağayev. Zörab Bayramov, Cinazov, Elmin Xəlilov top gəzirdilər. Ötürmə! Əli Hüseynov. Ayaqla saxlayıb zərbə indirə bilərdi. Gözlətmədən zərbə top qapıdan yan keçir. Oyundakı ən real gol epizodlarından biri idi. Ötürməsi Elbrus bir qədər ötürmədə sanki izafi gücü var idi. Xəyal Mehdiyev qapıdan zərbə ilə top oyuna daxil edəcək. Komandalaşılan bir qədər hərəkətləməsini istədi. Öndə top istəmələrini istədi. Elvin Xəlilov, Amin Ağayev. Zörabla sanki bir-birlərinə başa düşmədilər. O Zörabın hərəkətlənəcəyini düşünürdü. Varın ikramımızı beğenənlər, minnətlərim. Qurban Ağayev, Elbrus, Elbrus Məmmədzadə, Alda Cəmlələr, Cina doğru ötürmə, Mirsalam Abbaszadə. Əlizadə araya girdi, Mirsalam, kapitan buraxdı, Əlizadə, zərbə və gol! Məhəmməd Əlizadə idi bu. Gözəl kombinasiyalar, gözəl paslaşma və nəticə hasil olur. Artıq Lənkəran öndədir, Lənkəran 1. Xudafərin Cəbrayıl 0. Cəbrayıl təmsilçisinin rəqibə cavab olacaqmı? Natiq Məmmədov. Amin Ağayev. Əliyə doğru ötürmə çatmadı. Elbrus. Qapının üzərində meydan tərk edir Amin Ağayev. Elvin Xəlilov. Amin. Kapitan üzrə edir. Xəlilov özü zərbə indirdi. Orada hətta top Mailə də dəymişdi. Korner. Gözəl zərbəni izləyək. Ötürmə isə keçmədi. Elbrus Zörabda qalır top. Elbrus rəqibini təqib edir. Natiq Məmmədov var. Ötürməsi Əli Hüseynov gözlətmədən çevirmək istədi, alınmadı. Var olun, ekranınızı beğenənlər, minnətlərim. Aşağıda adlarınızı görəm. Həmçinin nə sualınız olsa da çəkinmədən yaza bilərsiniz. Qurban Ağayev idi bu. Bir qapıdan sanki digər qapıya zərbə indirir.
Messi'nin alda nəticə hasil olmur. Amin. Ötürmədə səhvə yol verdi. Elbrus. Üz qapısının üzərinə zərbə indirir. Medvedev ayıq-sayıq davrandı. Əli, Zörab. Komandanın əsas qol sıradı Zörab Bayramov. Valda cəmlələr izlədik. Bayramov hələ də topladı. Elvin, Zörab. Mayl orada şıxır rəqibin üzərinə. Taban ötürməsi Mayl Ağayev topu çıxarmağa bacardı. Mərsal Abbaszadə. Bir də gerisinə qaldı. Məhəmmədlə oynamaq olar. Mayl, Elbrus. Ötürmədə səhvə yol verdilər. Əli. Zörab çöndü, zərbə indirdi və gol! Zörab Bayramov. Boş yerə komandanın əsas qol silahı deyə adlandırmadıq. Sözüm də öz səsini tapır 1-1. Hesab bərabərləşir. Məhəmməd Əlizadənin açıq hesabı. Zörab Bayramovun qolu ilə də bərabərlik tapır. Kartlar yenidən paylanır. Lənkəran 1, Xudafərin 1. Turnin adı Xəzər Futbol Liqası 13-cü sezondur. Burada qeyd edək. Bundan öncəsi 15-ci sezon qarşılaşması baş tutmuşdu. Həmin görüşdə isə Golden Boys hesablı qələbə qazandı Tornado önündə. Bu görüşdə qələbə kimlə yanılacaq? Bu qarşılaşmada qalib tərəf kim olacaq? Mirsalam Amin qarşısını kəsib. Topa aid müdaxilə. Zörab dirəyə dəydi. Bayramovun zərbəsi bu səfər alınmır. Aleyküm əssalam, xoş gördük. Fərid Abdullayev. Mirsalam. Blok gəldi orada. Ekranınızı bəyənənlər var olun, minnətlərim. Bir qədər də təkan verə bilərim məncə. Var olun, nə sualınız olsa da çəkinmədən yazın. Mən də hər birinizi avlandırma hazıram. Fərid, yerlə zərbə. Kifayət qədər təhlükələnməydi. Fərid Ağayevin ifasını da izlədik. İndi də mən sizə uğurları arzu edirəm, həmçinin rəqibimizə də. Əli Hüseynov. Əli bir qədər cinayət çəkildi orada. Elbrus sona qədər rəqibini təqib edir. Əli. Paralel doğru ötürmə Zöhrə abram edir. Bayramov. Gözlətmədən zərbə alınmır. Aleyküm əssalam, xoş gördük. Elvin Xəlilov. Zörab. Amil oynadı. Ağayev. Xəlilov. Orada Maylə mübarizə aparır. Ağayev. Sürüşmə fəndilə top meydanına çıxardı. Valla oqda məlumatım yoxdur. Onu turnirə bərə aydın cavab yalnız bilir. Bu görüşdə hesab 1-1'dir. Zərbəsi Qurban Ağayev. Kiperin müdaxiləsi vardı. Barmaqlarının ucu ilə toxunuş edir. Korner qazanır. Xudafərin tərəfi. Ötürmə Mirsalam. Natiq Məmmədov. Elvin Xəlilov. Zörab. O səfər alınmadı. Bu səfər dəqiq ola bilmədi. Qurban ötürmədə səhvə yol verdilər. Elvin cinayət çəkildi. Xəlilov. Mayıl komanda yoldaşının səhvini düzəldir. Əlizadə bir qədər ayaq saxladı. Ötürmə Elbrus. Mehdiyev. Mehdiyevdən keçid yoxdur. Zörab. Elbrus.
Əlizadə. Əli Hüseynov. Bir ötürməsi Zörab. Əli. Zörab'a qarşı qayda pozulub Fərdi Ağayev. Bu dildə rəqibin ayağına zərbə indirir. Standart vəziyyəti yenidən yetiləcək. Amin Ağayev topun arxasında ötürmə də ola bilər. Başı qapıya zərbədə. Amin Ağayev işarə gəlmədən zərbə indirdiyi üçün vərəqə gördü. Sarı vərəqə. Amin Ağayev göstərilir. Görüşdəki ilk rəsmi xəbərdarlıqdır bu. Bəli. Xəncər Futbol Liqasında ədalət təmsilçisi Fəqan Kərimov. Elbrus. Əlizadə oynadı. Yenidən Elbrus. Məmmədzadə çevirdi. İndirilən zərbə. Adil Qasımov zərbə indirir. İslam Abbaszadəni əvəzləyib Adil. Əvəzinə biz meydanda görürük. Adil dəqiq ola bilmədi. Əli Hüseynov alda cəmlələr. Yaxşı yayındı rəqibdən Fərdi sona qədər təqib edir. Fərdi Ağayevin toxunuşu sonrasında meydan tərk etdi. Korner qazandı Xudafərin Cəbrayil. Əli yenidən təzyiq etdi topu qazanmağa. Orada Mayıl. Qardaşının səhvini düzəldir. Natiq Məmmədov. Natiq! Qurban Ağayev uzandı. Sizdən bir toxunuş var idi mi? Fəqan Kərimov bəli var idi deyir. Bir qədər ekranımızı bəyənək dostlar, qardaşlar, zəhmət olmasa. Amin, indirilən zərbə keçmədi. Orada bir-birlərini başa düşmədilər. Varım, ekranımızı bəyənənlər. Siz bəyəndikcə yayım daha çox kütlə qarşısına çıxır, daha çox şəxs izləyir. Ona görə bu bəyənmələri istəyirəm mən. Əlizadə. Qayda pozulub dedi ədalət təmsilçisi. Əlizadə ötürmə. Fərid Ağayev zərbə indirir. Gəlməkdiyev. Sayıq davrandı. Kiper. Sayıqlıq əldən vermədi. Orada vəziyyətimə var bu əmrədən sonra bəhs edəcəyim. Amin Ağayev. Sürməsini verdi Əli Hüseynov. İlkin Eydərov məsələ. Baxın, Cəbrayla onu meydanda görürük biz. Elmin Xeylov əvəzləyib. İlkin tempaya qoydurmaq bacarır. Elbrus. Məmmədzadə görə nə düşünür? Diaqanla doğru ötürmə. Məhəmməd Əlizadə. 15 dəqiqəni gerdə qoymuşuq.
hissədə son dəqiqə. Belə fasilə qədər hesabda dəyişiklik olacaqmı? 2 Amin ötürməsi Fərid. Əli Hüseynov. Əli topladı. Zöhrabı qatdı əmləyə. İçinə itərəm. Zöhrab Bayramı mərkəzə çəkildi. Blok gəldi. Qasımova girmək istəyir Ağayev. Ama bir növ Adil Qasımovun təzyiq öz bərəsini göstərmişdi. Natiq mərkəz xəttini keçib. Sinan dəyişili Zöhrab. Zərbə çoxurlu alamadı. Əlizadə ilə əksəmlə başladı. Əlizadə etik yerindədir. Buraxdılar Əli Hüseynov. Qızığa sancır topu ilkin Eytəron feyk atması. Rəqiblərini çaşbaş saldı. Əli isə tamamlama qaldı. 2-1. Comeback qoludur Xudafərin adına. Xudafərin Cəbraylı 2, Lənkərəm 1. Elbursu qabaqladılar. Zöhrab bitirmədə səhvə yol verdi. Adil gözlüyordu bu ötürməni. Elburus. Ekranımızı beğenenler aşağıda da arzu görün minnettarım. Sorularınız olursa da çekinmeden yazabilirsiniz. Vermeni cevaplandırma hazırım. Əlizadə. Orada iki neydi her olan mübarizə aparır. Top meydanı tərk edib artıq. Out. Xudafərinin. Zöhrab. Qurban Ağayev. Elburus Məmmədzadə yaxşı kesilətdi. Məmmədzadə yaxın məsafədən bu qapının üzərinə vurur. Ağayevə də xəbərdarlıq gəldi Fəqan Kərimov tərəfindən. Onun pasivində sarı vərəqə var. Diqqətli, daha ehtiyatlı davranmalıdır. Zöhrab top aydı müdaxilə yerdə qaldı. Adil Qasımov özünü çatdırdı. Amin Ağayev onun qarşısını kəsir amma. Dadir eləməyə imkan vermədi Fərid. Əlizadə. Əlli rəqimi təqib edir. Əlizadə. Out. Yox, problem yoxdur sadəcə. Dünən qısıtlama əngəl gəlib deyə. Bu arada bir dəqiqəlik təlimatlı fikrimi tamamlasam, dünən qısıtlama əngəli var idi deyə yayımda. Özünün bərpası bir qədər müddət çəkir. Şükür Allah'a gəlmirlik.
15-ci sezonda out elle yerinə yetirilir. Bir daha da xatırlatmasını edək. Artıq taymat da bitti. Görüşdə 21-ci dəqiqə oynanılır. Bunda qeyd edirəm. Flavian Cebrail'in 2-1 üstünlüğü var. Lənkəranın önündə. Mirsalam Abbaszadə. Zöhrab daşıdı bir qədər topu Zöhrab. Fərid onun qarşısını kəsir. Mirsalam, Fərid Ağayev. Fərid zərbə endirəcək, ötürmə gəldi Adil Qasımov. Fərid Adil Ağayev özünü sipər edir. Onlar Yeni Suraxanı stadionda keçirilir. Növbəti həftə başda bilər məhz onların oyunları. Zöhrab Əli də onunla paralel olaraq hərəkətdə idi bir qədər. Onu da düşünə bilərdim. Fərid Ağayev. İkinin yayında Ağayev diagonala doğru ötürməyə. Mirsalam. Amin orada şığıyır rəqibin üzərinə. Yarımçıq qalan əmlən tamamla Vasilər. Fərid Ağayev. Ucaq altında qüvvətli zərbə. 2-2 oldu, hesab bərabərləşir. Fərid bəkləndi. Xeyli heç nə edə bilmədi bu zərbə qarşısında. Təşəkkür, minnətdaram Varğul. Yeni mövsüm deyil, 15-ci sezon deyil. Dəfələrlə vurğu etmişik və yenidən edək. Bu 13-cü sezonu qırıb oynadı. Bundan öncəki qarşılaşma 15-ci sezon idi. Mehdiyev. Belə komandalar fasilə hansı hesabla yollanacaqlar? Natik. Natik özü zərbə indirdi. İlkin Eydərov. Eydərov. Qurban uzandı. Əli Hüseynov. Zöhrab. Əlizadə, Mirsalam, Fərid Ağayev, Qurban Ağayev, vaxt tükənir, texnik olaraq 2 hissədə son dəqiqə yarım. Fərid Əlizadə ilə oynadı. Zöhrab. Əlizadə. Son dəqiqə oynanılır ilk hissədə. İlkin Eydərov. Bitirmədə səhv yol verdi Əlizadə. Adili qabaqladılar. Natiq Məmmədov. Natiq topladı. Əli Hüseynov. Əli bir aldı Azəmlə. Ötürmə. Zöhrab. Əsr 2 hissənin son epizodu son cəhdi oldu bunlarda. Eqan Kərimov 2 hissəni bitirir. Komandalar fasilə bərabər şəkildə yol alırlar. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir deyirdəyik.